Son günlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toy-Büsatla gündəmdə qalmağı bacarır. Əvvəlcə bu qurumun Maliyyə İdarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğluna dəbdəbəli toy etməsi mediada və sosial şəbəkələrdə mövzu oldu. Yayılan məlumatlara görə bu toyda təkcə müğənnilərə 150 min manatdan çox pul xərclənib. Çox keçmədi ki, Aydanın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin də oğlu Sənana Böyük Sarayda təmtəraqlı toy etməsi xəbəri yayıldı. Həm də daha möhtəşəm, daha böyük məbləğlərdə. Mediada yayılan məlumatlara görə dəvətnamənin bir ədədi 50 manata hazırlanıb. Bir toy masasının qiyməti isə 500 manat olub. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunub. Toya dəvət olunan müğənnilərə təxminən 200 min manatdan çox vəsait ödənilib. Ötəri hesablamalar toyun ümumi xərcinin yarım milyondan artıq olduğunu göstərir. Maraqlıdır ki, hər iki məmur bu məlumatları susqunluqla qarşıladı. Bu isə məşhur susmaq razılıq əlamətidir deyimini yada salır. Olsun, biz gənclərə xoşbəxtlik arzusu ilə keçək daha vacib məlumatlara. Belə təmtəraqlı toylara xərclənən milyonlar hardandır? Yoxsa adı çəkilən toy sahibləri vəzifə sahibi yox, böyük biznes sahibləridir? Təəssüf ki, bu kimi suallar cavabsız qalmaqdadır. Hansı ki, normalda jurnalistlər soruşmadan belə bu məmurlar səslənən iddialara aydınlıq gətirməlidirlər. Sahibi olduqları postun məsuliyyəti bunu diktə edir. Bir xəbər media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yaşananlarla bağlı yeni xəbər orqa yeni məlumatlar daxil olub. Məlumatlarda 7 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin direktoru Məhəmməd Musayevin öz fəaliyyətindən daha çox bəhs edilsə də, Həmzəyevlərlə də bağlı detallar yer alıb. Hələlik Həmzəyevlərlə bağlı bildirək ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev bu sistemdə babat vəzifə sahibidir. O, Bakı 1 nömrəli yol istismarı məhdud məsuliyyətli cəmiyyətin rəhbəridir. Bilənlər bilir ki, bu idarəyə rəhbərlik çoxlarının arzusu olsa da, hər kəsə qismət olan deyil. Biz bir müddət əvvəl də bu idarənin yaratdığı problemlərlə bağlı məlumat vermişdik. Məlum qanun və prinsiplərə uyğun olaraq 30 iyun 2025-ci il tarixində aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğuda ünvanlamışdıq. Həm də video və faktlarla birlikdə. Təəssüf ki, heç bir cavab verən olmadı. Söhbət Bakı 1 nömrəli yol istismar MMC-yə məxsus Bakı-Sumqayıt yolunda sol tərəfdə Ceyranbatan qəsəbəsindən sonra asfalt zavod deyilən yaşayış massivində Sovetdən qalma asfalt zavodunun insan sağlığı üçün doğurduğu fəsadlarla kütləvi etirazlara səbəb olmasından gedir. Yerli sakinlər illərdir ki, bu problemlə yaşamağa məcbur qaldıqlarını dəfələrlə şikayətçi olduqlarını bildirirdilər. Qaydaq az öncə adını hallandırdığımız Bakı 1 nömrəli yol istismar MMC. Bu, Aydanın sıradan bir idarəsi sayılmır. Digər MMC-lərdən fərqli olaraq sözün bəlli mənasında daha geniş imkanlara malikdir. Yəqin ki, həmin imkanların nələrdən ibarət olduğunu özünüz anladınız. Sonradan əldə etdiyimiz məlumata görə Bakı 1 nömrəli yol istismarı MMC-nin rəhbəri Zaur Həmzəyevi belə toxunulmaz edən səbəb, daha doğrusu səbəbkar, əmisi Müseyib Həmzəyev faktorudur. Qeyd edək ki, Müseyib Həmzəyev agentliyin rəhbərliyinə yaxın şəxs kimi tanınır. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.